Salam əziz CBC Sport izləyiciləri, unudulmazlar verilişi ilə qarşınızdayıq. Bu dəfəki buraxılışımızda boks tarixinin ən mübahisəli, ən dramatik anlarından birini müzakirə edəcəyik. Bəzən idmanda qalib və məğlubdan daha çox yadda qalan hadisələr olur. 1997-ci il Mike Tyson və Evander Holyfield arasındakı döyüş boks tarixinə qızıl hərflərlə yazıldı. Bir anda milyonlarla insanın gözləri qarşısında baş verən hadisə yaddaşlarda silinməz bir iz buraxdı. Gəlin Dəmir Mike'ın çətin həyatından bəhs edərək bu məşhur döyüşün pərdə arxasına nəzər salaq. Boks təkcə idman deyil, hər bir döyüşçünün tarixdə özünə məxsus iz qoyduğu bir sənətdir. Bu idman növünün ən parlaq nümayəndələrindən biri isə əfsanəvi Mike Tyson'dur. Onun adı ringdə güc, sürət və məğlub edilməzliyin simvolu kimi xarakterizə edilə bilər. Michael Gerard Tyson Amerika Birləşmiş Ştatlarının New York şəhərinin Brooklyn bölgəsində anadan olub. Dünya şöhrətli boksçu Lorna May Smith və Jimmy Kirkpatrick'in ailəsində böyüsə də, soyadını Yamayka mənşəli bioloji atasından Purcell Tyson'dan götürüb. O, hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib. Mike 10 yaşına qədər sakit, heç kəsin diqqətini çəkməyən bir uşaq təsiri bağışlayıb. 11 yaşındaykən baş verən bir hadisə onun həyatını büsbütün dəyişdi. Mike hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri bəsləməyi çox sevirdi. Bir dəfə yerlilərdən ibarət quldur qruplaşmalarından birinin lideri Mike'ın göyərçinlərindən birini götürür və başını üzərək yerə atır. Bundan bərk qəzəblənən Tyson onun üstünə şığıyır və yaxşıca əzişdirir. Bu hadisədən sonra həmyaşıdları, o cümlədən yerli quldur qruplaşmaları arasında Mike'ın nüfuzu 1-5 artır. Cinayətkar qrupun üzvləri onu dəstəyə cəlb etməyə cəhd göstərir, oğurluğa, cibgirliyə təhrik edirdilər. Mike Tyson'un həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən əsas hadisə isə boksun kralı Məhəmməd Əli ilə görüş olur. Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlarla bir araya gəlməsi həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsi Mike'da xoş təsir oyadır və beləliklə o 13 yaşında həddi-buluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir. Burada Mike idman müəllimi Bob Stuart'la tanış olur. Stuart onun əsl insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Maraqlıdır ki, Mike artıq 13 yaşında sinəsi üstə 100 kiloqramlıq ştanqı qaldıra bilirdi. Bu zaman Stuart şagirdini əfsanəvi məşqçi və menecer Castamato ilə tanış etməyin vaxtı gəlib çatdığını başa düşdü. Tyson'un gələcək karyerasının start nöqtəsini bu andan hesablamaq olar. Tyson üçün avtoritet idi. O ikinci ata oğulluğa götürmüşdü Tyson'ı özünə. Tyson onların evində yaşayırdı. İkinci mərtəbədə evləri idi, birinci mərtəbədə zal idi. Gecə-gündüz neçə illər, artıq bəlkə də 10 ildən çox bu bir dənə marşrut bilirdi. Evdən zala, zaldan evə, evdən zala. Bu şəxsi məşqçisi Castamato onun bütün o küçə dostları, uşaqlıq dostları, o avaraları onlardan bu uzaqlaşdırmışdı. Onlardan çünki bilirdi ki, böyük idman, böyük qurbanları tələb edir. Böyük zəhmətkeşlik tələb edir, böyük disiplin, nizam-tizam tələb edir. O olmasa idmançı əfsanə idmançıya çevrilə bilməz. Mike Castamato'nun evində yaşayarkən çoxlu köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyirdi. Bütün bunların təsiri ilə Tyson ringə o dövr üçün qeyri-adi imiclə çıxırdı. Xalatsız, musiqi olmadan, qara şortda və yalın ayaqla 1985-ci ildə New Yorkda peşəkar debüt gerçəkləşir və o, Hector Mercedesə birinci raundda texniki nokautla qalib gəlir. Qeyd etmək yerinə düşər ki, Tyson keçirdiyi ilk 28 döyüşün 26-sını texniki nokautla qazanıb. Onlardan 16-sı birinci raunda təsadüf edib. 1986-cı ildə Mike Tyson WBC kateqoriyası üzrə ağır çəkidə Trevor Berbickə qarşı ilk titul görüşünü keçirib. O, ikinci raundda texniki nokautla rəqibinə qalib gələrək 20 yaş 4 aylığında ağır çəkidə çempionluq yaşayan ən gənc boksçu ünvanına sahib çıxıb. Mike bundan əlavə eyni zamanda WBA, WBC və IBF titullarına sahib olan ilk, eləcə də onlara ardıcıl olaraq qazanan yeganə ağır çəkili boksçudur. Mike Tyson sadəcə bir boksçu deyildi. O, boksun taleyini dəyişən, qorxunc, güclü və təbii istedadı ilə ringdə hamını titrədən bir əfsanə idi. Amma bu güc və qəzəb zamanla nəzarətdən çıxmağa başladı.
1992-ci ildə həbsə düşməsi, azadlığa çıxdıqdan sonra əvvəlki dominant obrazını bərpa etməyə çalışması Taysonun içində fırtınalar yaradırdı. Ancaq Mike ən ağır zərbəni 1996-cı ildə aldı. Onun Evander Holyfield qarşısında aldığı məğlubiyyət boks dünyasında böyük səs-küy yaratdı. Holyfield ringdə yaxşı strateq, dözümlü və texniki cəhətdən güclü bir döyüşçü kimi tanınırdı. 1996-cı ildə baş tutan ilk döyüşə qədər çox az adam Evanderin Taysonu məğlub edəcəyinə inanırdı. Çünki Dəmir Mike boks dünyasında yenidən ən güclü adlardan biri kimi görünürdü və qayıdışı böyük həyəcanla izlənirdi. Amma Holyfield Taysonu məğlub edərək ağır çəkidə WBA çempionluq kəmərini onun əlindən aldı. Bu sadəcə bir qələbə deyildi. Bu, Taysonun məğlub edilməz mifini dağıdan döyüş idi. Güc və dözümlülük nümayiş etdirən əskər ləqəbli Holyfield bütün dünyaya mesaj verdi. Taysonu məğlub etmək mümkündür. Amerikadakı 96-cı ildə Olimpiya oyunlarından qabaq 6 ay qalmış bu döyüş təşkil olunmuşdu və orada bir sir saxlamışdılar. Kim bu döyüşün qalibi olan, o sir də saxlamışdılar ki, Məhəmməd Əli Alovu yandıracaq o məşəli, Olimpiya məşəli. 1 il 6 ay sir idi. Heç kim bilmirdi ki, kim yandıracaq Amerikada. Demək, o şansı, qisməti Tayson əldən buraxdı. Əgər Tayson Holyfield'a qalib gəlsəydi, o alovu məşəli Məhəmməd Əliyə təhvil verərək Məhəmməd Əli yandıracaqdı. O qismət oldu Evander Holyfield'a. Bu qələbə Holyfield'ın adını zirvəyə daşıdı və boks aləmində böyük səs-küy yaratdı. İnsanlar artıq onu Taysonun əsas rəqibi kimi görməyə başladılar. O, sadəcə ağıllı taktika ilə yox, həm də fiziki cəhətdən çox güclənərək ringdə üstünlük qazanmışdı. Məşqlərində daha ağır sparinqlər keçirir, sürətini və zərbələrinin gücünü artırırdı. Mətbuat və boks mütəxəssisləri Evanderin əvvəlkindən daha təhlükəli olduğunu deyirdi. Eyni zamanda Tayson düşərgəsində narahatlıq hiss olunurdu. İlk məğlubiyyətdən sonra o revanş döyüşünə qəzəblə və özünü sübut etmək üçün gəlirdi. Amma rəqib artıq daha güclü, daha çox inamlı idi və artıq bilirdi ki, Taysonu məğlub etmək mümkündür. Döyüş günü yaxınlaşdıqca gərginlik pik həddə çatmışdı. Bütün dünya bu qarşılaşmanı gözləyirdi. Boks həvəskarları, mətbuat və hətta idmançılar belə bu revanşın necə bitəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirdi. 28 iyun 1997-ci il. Las Vegas. 16.000 tamaşaçı MGM Grand Arena'da, milyonlarla insan isə ekran qarşısında səbirsizliklə döyüşün startını gözləyir. Bir tərəfdə qisas hissi ilə alışıb yanan Tayson, digər tərəfdə gücü artan Holyfield. Hansı tərəf qalib gələcəkdir? İlk raund başlayır. Əvvəlki döyüşdə yaşadığı məğlubiyyətin yaratdığı psixoloji təzyiq üzündən Tayson aqressiv təsir bağışlayırdı. İlk raund Evanderin üstünlüyü ilə keçdi. O texnikası və strategiyası ilə rəqibinin ən güclü tərəflərini, yəni sürətini və gücünü neytrallaşdırmağa müvəffəq oldu. Dəmir Mike'ın üzündə narahatlıq açıq-aşkar görünürdü. Gərginliyi və əsəbiliyi döyüşün ikinci raundunda daha da artmağa başladı. Holyfield'ın zərbələrindən sonra Taysonun qaşı patlasa da görüş davam etdirildi. Üçüncü raundda Tayson Holyfield'in çox yaxınlaşmasına və bəzən başına zərbələr endirməsinə daha çox qəzəbləndi. Bu zaman ağlasığmaz hadisə baş verdi. Emosiyalarını cilovlaya bilməyən Mike hirsindən Evanderin qulağını dişlədi. Dərhal döyüş dayandırıldı. Holyfield'ın sağ qulağı qan içində idi. Lakin Tayson yenə də sakitləşməkdə çətinlik çəkirdi və rəqibini arxadan əsəbi şəkildə itələdi. Tibbi müdaxilədən sonra qarşılaşma bərpa edildi. Ancaq Mike yenidən rəqibinin qulağına diş atdı və artıq döyüşə son verildi. Nəticədə hakimlər Holyfield'i qalib elan etdi, Tayson diskvalifikasiya olundu. 12 raundluq döyüşdə birinci hissəsində tən ortaya kimi 6-cı raunda qədər Taysonun gücü qalır. Holyfield bunu bilərək bunu qucaqlamışdı. Holyfield zərbələrini yendirirdi. Sonra clinch çox ağılla işini görürdü. Taysona imkan vermirdi cavab zərbələrini vursun. O momentdə clinch vəziyyətinə girəndə Taysonun əli qolu bağlı vəziyyətdə idi. Sonra aralandan sonra Tayson yaxınlaşırdı ki, əks hücuma keçsin öz uppercutlarla, huklarla. Bu yenə onu qocaqlayır. Yenə də həmin o şəkildə, o formada döyüş birinci döyüş kimi davam edirdi. Tayson deyirdi ki, bir anda o gördüm ki, 3-cü raundun axırında. Bu yenə məni qucaqlayıb, gözümü açanda gördüm ki,
Holyfield'un qulağı düz burnumun qabağında. O momentdə kapanı deyir, ağzımdan tüfürdüm, dişliyim və deyir, yapışdım, deyir, artıq çıxılmaz vəziyyətə düşərək deyir, hiss elədim ki, bundan artıq mənim gücüm çatmayacaq Holyfield'a. Doğrudan da qulağın yuxarı hissəsinin bir balaca hissəsi olsa da qopardmışdı. Qan dayanmırdı. Yenə də o hakim bunu görərək Holyfield'da nümayiş etdirirdi, göstərdi ki, bu qulağımın bir də o təkrarlara baxandan sonra Tyson'a xəbər davam edildi, amma döyüş yenə də davam elədi. Sonra ikinci dəfə yenə can atdı o klinç vəziyyətində, yenə bir də dişlədi. Tyson bu hərəkəti ilə tarixə düşdü. Döyüş canlı yayımlandığı üçün hadisə milyonlarla insanın gözləri qarşısında baş verdi və Tysonun qulaq dişləməsi bütün dünyada böyük səs-küyə səbəb oldu. Boks sevərlər, ekspertlər bu hərəkəti təhqir kimi qiymətləndirdi və Tysonun psixoloji vəziyyətinin qaydasında olmadığını vurğuladılar. Bəzi izləyicilər isə bu hərəkəti rüsvayçılıq adlandırdı. Döyüşdən sonra hər iki boksçu maraqlı açıqlamalar vermişdi. Heç vaxt rəqbimin qulağını dişləməyi planlaşdırmırdım. Holyfield döyüş zamanı dəfələrlə mənə başla zərbələr endirdi. Mən buna cavab verməliydim. Amma maraqlıdır ki, bu hadisədən sonra ödədiyim 3 milyon dollarlıq cərimədən daha çox qazandım. Sizcə bu dəlillik deyil? Ancaq etiraf etməliyəm ki, Evander Holyfield mənə ən çox zərbə vuran boksçudur. O, karyeramda qarşılaşdığım ən çətin rəqibidir. Bunlar reklama çevrildi, yəqin ki, çox görmüşsünüz. Başladılar şokolad Holyfield'un qulağı, o yaxşı marketlərdə satılır. Sonra bəzi malçişlik deyəsən, kinolarda, o kinonun axırında gəlir Holyfield'un qapısını, evini döyür, deyir ki, orada qulağı tort şəkildə belə. Yaxşı, bu hərəkətlərdən də yaxşı pul qazandılar bunlar, reklam. Show. 2017-ci ildə Bakıya səfər edən Evander Holyfield CBC Sportda yayımlanan təkbətək verilişinin qonağı olarkən bu döyüş haqqında maraqlı fikirlər səsləndirmişdi. Hamının yaxşı xatırladığı məqam onun məni dişləməsi idi. Amma ən vacib olanı Mike'la yenidən döyüşmək şərəfinə layiq görülməyim idi. O çox yaxşı boksçu idi və məndən daha ağır çəkili idi. Mike da başqaları da bilirdi ki, mən döyüşməyi bacarıram. Əksəriyyət isə bizim döyüşdə məhz onun qalib gəlməsini istəyirdi. Həyat belədir də, kim populyardırsa, insanlar onun daha yaxşı olduğunu düşünür. Amma mən özümə inanırdım və nəticədə qalib gəldim. Mike'la münasibətləriniz necə? Yaxşıdırmı indi? Well, I do have a good, you know, life is about forgiving. Münasibətlərimiz yaxşıdır. Bilirsiniz, həyatda bağışlamağı bacarmalısan. Bəli, o anda qulağım çox ağrıyırdı və mən ona eyni ilə cavab vermək istəyirdim. Lakin bağışlaya bildim. Bir çoxları düşünür ki, qulağı dişləmək şounun tərkib hissəsi idi. No, it wasn't. No, it wasn't. Oh, no, no. Xeyr, elə deyil. Əmin an cavab olaraq mən də onu dişləməyi düşünürdüm. Lakin yaxşı ki, vaxtında dayandım. Qulaq dişləyən ikinci adam olmaq istəmədim. Bunu etmədiyimə görə indi çox şadam. They get him all the time. So I'm glad I didn't do it. Bu döyüş Tysonun karyerasına ciddi təsir etdi. O, bir neçə il ringdən kənarlaşdırıldı. Qayıtdıqdan sonra isə əvvəlki şöhrətini bərpa edə bilmədi. Holyfieldin isə ulduzu parladı. Bu qələbə ona daha çox hörmət qazandırdı və karyerasına müsbət təsir etdi. Amma onun üçün də bu döyüş yalnız bir idman mübarizəsi deyildi. Eyni zamanda boksun və yarışın mənəvi cəhətlərini, həmçinin qeyri-adi hallarda necə mübarizə aparmaq lazım olduğunu öyrədən bir təcrübə oldu. Mike Tyson dövrünün ən güclü boksçularından biri olsa da, həyatının və karyerasının ən çətin dövrlərindən birini yaşadı. Amma onun adı təkcə məğlubiyyətlərlə yox, həm də böyük bir iradə ilə bağlıdır. 1997-ci il döyüşündən sonra çoxları onun ringdə təkrarlanan uğursuzluqlara görə unudulacağını düşünürdü. Ancaq Dəmir Mike öz gücünü, iradəsini və insanın özünü yenidən tapmaq bacarığını ortaya qoyaraq hər bir döyüşün sonunda boks dünyasında əbədi izlər buraxdı.
Taysonun məğlubiyyətləri və həyatının çətin sınaqları onu daha da güclü etdi. Hər bir zərbə, hər bir məğlubiyyət onu möhkəmləndirdi və boks tarixinin ən böyük simalarından birinə çevirdi. Bu, yalnız boks döyüşləri ilə əlaqəli deyil, həyatda qarşılaşdığı çətinliklərlə mübarizə ilə də bağlıdır. Əfsanəvi boksçunun adı 2010-cu ildə Dünya Boks Şöhrət Salına, 2011-ci ildə isə Beynəlxalq Boks Şöhrət Salına daxil edilib. Mike Tyson ən sürətli nokautların 1 dəqiqədən az müddətdə 9 nokaut sayına və ağır çəkidə ən gənc dünya çempionluğuna görə Guinnessin rekordlar kitabına düşüb. O, bugünə qədər qırılmamış bir çox dünya rekordunun da müəllifidir. Mike Tyson ümumilikdə peşəkar karyerası ərzində 56 döyüş keçirib və 44-ü texniki nokaut olmaqla 50 qələbə qazanıb. 6 görüşdə isə məğlub olub. Dəmir Mike bütün karyerası boyunca rəqiblərini çaşdıran aqressiv döyüş tərzi nümayiş etdirirdi. O, bir neçə dünya titulunu qazandı və gənc yaşlarında bütün zamanların ən böyük boksçularından biri kimi iz qoymağı bacardı. Ringdən kənar çətinliklərə baxmayaraq, Mike Tyson boks tarixində ən böyük döyüşçülərdən biri kimi xüsusi çəkiyə malikdir. Onun üslubu, gücü və qalib gəlmək əzmi dünyanın bir çox gənc boksçusunu ruhlandırır. Tysonun adı əbədi boksun qızıl dövrü ilə bağlı qalacaq. O, həyatda əsl qalibiyyətin yalnız rəqibləri məğlub etmək yox, eyni zamanda öz daxilindəki çətinlikləri aşmaq olduğunu göstərdi. Bu döyüşlər bizə həm fiziki gücün, həm də ruhun gücünün əhəmiyyətini anlatdı. Tyson yalnız boks tarixində deyil, həm də insanın mübarizə ruhu, inadkarlığı və böyük dəyişikliklərə imza atma qabiliyyəti üçün bir simvol olaraq qalır. Bu cür idmançılar heç vaxt unudulmur. Çünki onlar döyüş meydanları ilə yanaşı həyatın özündə də böyük qaliblərdir. Hər döyüş bir hekayədir. Hər idmançı isə bir qəhrəman. Amma bəzi hekayələr var ki, zaman keçsə də onlar yaddaşlardan silinmir. Bugün boks tarixinə damğa vuran hadisələrdən birinə nəzər salaraq daha bir unudulmaz hekayəni birlikdə xatırladıq. Növbəti buraxılışlarda görüşmək ümidi ilə.